Salam əziz şagirdlər və valideynlər, mən Əliyeva Əminə. Bugün sizə 5-ci sinif 2-ci hissə kitabından Azərbaycan səyyahlarının gözü ilə mətnini danışacağım. Keçək birinci suala. Səyahət etdiyiniz yerlərdə diqqətinizi daha çox nələr çəkir, nələr cəlb edir? Getdiyimiz yerlərdə adətən insanların bir-birinə olan davranışları, onların geyim tərzi, yeməkləri, mədəniyyətləri, adət-ənənələri daha çox diqqətimizi çəkir. Bəzilərini də siz əlavə edə bilərsiniz. Keçək B variantına. Kitabın üz qabığına baxın və annotasiyanı oxuyun və suallara cavab verin. Alexander Dumas dünya şöhrətli fransız yazıcısıdır. O, Qraf Monte Cristo, Üç Müşketiyor, Dəmir maskalı adam, Qara Zambaq kimi məşhur əsərlərin müəllifidir. Səyahət etməyi çox sevən Dumas 19-cu əsrin ortalarında Azərbaycana gəlmiş, ərazimiz, tariximiz, xalqımız, adət-ənənələrimiz, tanınmış şəxsiyyətlərimiz haqqında öz təəssüratlarını qələmə almışdı. Qafqaz səfəri kitabına yazıcı səyyahın yol qeydlərinin Azərbaycanla bağlı olan hissələrini daxil edilmişdir. Görəsən bu səyahət yazıcının yaddaşında hansı izləri qoymuşdur? Dumas Azərbaycanı necə təsvir etmişdi? Birinci sualımız Alexander Dumas kimdir? O birinci sətirdə izah olunur. Fransız yazıcısıdır. Daha sonra növbəti sual. Dumas hansı əsərlərin müəllifidir? Qraf Monte Cristo, Üç Müşketiyor. Bunlar burada qeyd olunub. Dəmir maskalı adam, Qara Zambaq kimi əsərlərin müəllifidir. Üçüncü sual, annotasiyadakı hansı cümlələr sizdə kitabı mütaliə etmək istəyi yaratdı? Demək olar, Dumas'ın Azərbaycana gəlmə hissələri. Bax, buradan başlaya bilər ki, bizim adət-ənənəmiz, tariximiz haqqında öz təəssüratlarını qələmə almağı maraq doğurur ki, görək bizim haqqımızda nələr yazıb. Sizcə Azərbaycan xalqının hansı adət-ənənələri və yeməkləri əcnəbi səyyahın diqqətini cəlb edə bilər? Adət-ənənələrimiz təbii ki, çoxdur. Ən əsaslı deyərdik ki, qonaqpərvərlik idi. Qonağa qarşı diqqətli olmaq, onun üçün gözəl süfrə açmaq, gözəl təamlar bişirmək və milli mətbəximizdə yeməklərlə zəngindir. Pulovlar, dolmalar, kabablar, yəqin ki, elə bunların dadına baxsa, onun diqqətini cəlb edər. Keçək növbəti mətni oxumağa. Qafqaz səfəri 1858-ci ilin ortalarından 1859-cu ilin əvvəllərinə kimi Rusiya və Qafqaza səyahət etmişəm. Səfər zamanı rəssam dostum Jean-Pierre Moyne məni müşahidə edirdi. Azərbaycanla ilk tanışlığımız Dərbənddən başladı. Dərbənddən sonra Qubaya getdik. Qubadan baxanda Qafqaz dağlarının ən uca zirvələri, həmçinin başı qarlı, əzəmətli Şahdağ zirvəsi açıq-aydın görünürdü. Şəhərdə 10 minə yaxın ailə yaşayır. Qubada ticarətin əsas hissəsini qadınların toxuduğu xalçalar və mahir silah ustalarının hazırladığı xəncərlər təşkil edir. Qubadan çıxıb Bakıya üz tutduq. Yol üstündə Sumqayıt adlanan bir yerdə tərəkəmə düşərgəsinə rastlaşdıq. Dincəlmək üçün fasilə vermək qərarına gəldik. İtlərin hürüşməsi çoxdan bizim gəlişimizi düşərgədəkilərə xəbər vermişdi. Düşərgə əhli bizi gülər üzlə qarşıladı və biz onlara müraciət etdik. Sizin yaxınlığınızda düşərgə sala bilərikmi? Harda istəsəniz, orada da yerləşə bilərsiniz. Düzənlik hamıya məxsusdur. Kim istəsə, istifadə edə bilər. Bəs düşərgənizə baxa bilərikmi? Əlbəttə, buyurun. Gözümüz üstə yeriniz var, deyə bizi içəri dəvət etdilər. Biz yaxınlıqdakı köç yerinə tərəf irəlilədik. Orada yaşayanlar şam yeməyi üçün yemək bişirirdilər. Bu əməliyyat çox cəld icra olunurdu. Xəmirdən yumruq boyda bir tikə qoparıb yumurlayırdılar, onu nazik hamar ağacla yayırdılar. Daha sonra təbilə oxşayan dəmir tənəkənin altına yanan kömür yığıb, qızdırır, nazik yayılmış xəmiri onun üstünə qoyub bişirirdilər. Xəmirin bir üzü bişdikdən sonra çevirirdilər ki, o bir üzü də bişsin. Bişmiş çörəkləri tənəkədən götürüb bir-birinin üstünə yığırdılar. Onları isti-isti yeyəndə ağızda xırçıldayır. Bu bir növ biz tərəfin kənd şənliklərində bişirilən kökələrə bənzəyir. Bir neçə adam ocağın qırağında dövrə vurub oturmuşdu. Bizim yaxınlaşdığımızı görən kimi onlardan biri yerindən qalxdı və o əlində duz çörəklə bizə tərəf gəldi.
Biz duz çörəyi qəbul etdik və onlar kimi ocağın ətrafında dövrə vurub oturduq. Onlardan biri quzu ətindən bir parça kəsib, xırda-xırda tikələrə böldü və çörək bişirdikləri dəmirin üstünə düzdü. Ət tüstülənməyə, cızıldamağa başladı. 5 dəqiqədən sonra o artıq bişmişdi. Bizi işarə ilə başa saldı ki, bu bizim üçün hazırlanıb. Biz tikələrdən götürüb çörək arasına qoyduq və ləzzətlə yedik. Qonaqlığı bitdikdən sonra biz ev sahiblərinin əlini sıxaraq onlardan ayrıldıq. Onlar bizim üçün yola çörək qoydular. Tərəkəmələrin adətinə görə qonağa təkcə şam yeməyi vermək kifayət deyil. Onlar qonağı sabahkı günün naharı üçün də hər şeylə təmin edirlər. Bakı istiqamətində yolumuza davam etdik. Növbəti təpəyə qalxanda qarşıda Bakı şəhəri görünürdü. Odun əbədi yandığı yer, atəşgah, Bakıdan 26 verstlik məsafədədir. Burada atəşpərəstlərin müqəddəs məbədi sayılır. Bakıda ticarətin əsası ipək xalça, şəkər, zəfəran və neft alveri ilə təşkil edir. İl ərzində 16-18 min funt zəfəran istehsal olunur. Zəfəranın girvənkəsi 8, 12, hətta 14 franka satılır. Onu küncüd yağı ilə qarışdırır, hamar, isti kökələr hazırlayırlar. Səfərə çıxanda bunları götürmək faydalıdır. Bakıdan Şamaxıya, oradan da Nuxaya səfər etdik. Nuxa indiki Şəki şəhəridir. Nuxa yaddaşımızda egzotik yeməyi ilə qaldı. Bizim Parisin küçələrində qızardılmış kartof satanlar kimi Nuxa küçələrində də dükanların arasında gəzən şişlik ustaları var. Şişliyin elə gözəl ətri var ki, bu ətir burnuma dəyəndə özümü saxlaya bilmirdim. Tox olsam da gərək bir tikə yeyərdim. Ey Nuxadan keçən səyyahlar, təmiz havada doyunca şişlik yeyin. Qafqazda adam şişliyə etinasız yanaşır. O qədər iştah ilə yemir. Ancaq sizin əlinizdə belə bir fürsət düşsə, məsləhətim budur ki, ondan istifadə edin və doyunca yeyin. Oh, əgər bu saat, bu sətirləri yazdığım zaman yanımda bir boş qab Nuxa şişliyi olsaydı, heç bilirsiniz necə bayram edərdim? Heyf ki yoxdur. Yeni şeylər öyrənmək üçün səyahət edirəm və haradasa dadlı bir yeməyə rast gələndə bir gün çap etdirəcəyim kulinariya kitabını zənginləşdirmək üçün həmin an yeməyin reseptini istəyirəm. Ona görə də şişliyin reseptini istədim. Və burada resept yazılıb. Daha sonra Azərbaycan xalqı igidliyi, qonaqpərvərliyi, yüksək mədəniyyəti ilə məni valeh etdi. Əgər yolunuz bura düşsə, Azərbaycanlılarla ticarət etmiş olsanız, əmin olun ki, sizə heç bir sənəd imzalamaq lazım deyil. Azərbaycanlılar bir söz kifayətdir. Çünki onlar verdiyi sözə sadiqdir. Yenidən Azərbaycana qayıtmaq ümidi ilə vidalaşıram. Burada sözümüz var. Qlosaridir. Ekzotika sözdür. Əsrarəngiz, qeyri-adi görünən adət, hadisə, varlıq deməkdir. Eyni ilə söz boğçasındakı sözlərin izahı da izahlı lüğətdə kitabın arxasına verilib, rahatlıqla baxa bilərsiniz. Keçək söz ehtiyatına, C variantına baxırıq. Mətndə çörəyin bişirilməsi səhnəsini bir daha oxuyun. Aşağıdakı izahlara əsasən Dumanın təsvir etdiyi əşyanı müəyyən edin. Gəlin oxuyaq. Üzərini nə isə bişirmək üçün ortası qabarıq, dairə şəkilli dəmir lövhə. Deməli, o çörək bişirilən yerə gedir və oradakı həmin bu xəmirin hazırlanıb üstünə yayılan şeyin adını bilmir və onu belə təsvir edir. Bu bizim dildə sacdır. İkinci, xəmir yaymaq üçün işlədilən, ortası yoğun, uclara getdikcə nazikləşən taxta mil. Bu isə oxlovdur. Sonradan yaymaq, yaslamaq üçün yumru hala salınmış xəmir parçası isə kündədir. Dumanın təsvirinə əsasən düşərgədəkilərin bişirdiyi çörək növünün adını təxmin edin. O deyirdi ki, oxlovla nazik yayırlar, yeyəndə xırçıltılı səs verir. Böyük ehtimal ola bilər nazik yayılmadan lavaş olsun, yəni nazikliyinə görə ola bilər bu tərz bir yemək olsun, çörək olsun. Duz çörək kəsmə ifadəsinin mənasını təxmin edin. Sizcə qonağı duz çörəklə qarşılamaq Azərbaycanlıların hansı xüsusiyyətini göstərir? Duz çörəklə qarşılamaq qonaqpərvərlik əlamətidir. Yəni sən mənim qonağımsan, dostumsan, əzizimsən
bir insana həddən artıq sevginin və hörmətin əlamətidir ki, mən səninlə, yəni duz çörək kəsirəmsə, sənə qarşı vəfalı olaram, dost olaram, sənə hörmətim, yəni hər zaman olar. Yəni bu mehribançılığı bildirir. Keçək ikinci tapşırıqda A variantı. Dumanın Azərbaycana səfərinin marşrutunu xəritədə göstərin. Gəlin sizə xəritəni açım və xəritədə göstərim ki, orada birinci deyir ki, Dərbəndəki bilirsiniz ki, Rusiya ərazisində olur, yəni hardasa buralardan olur. Dərbənddən Qubaya tərəf gəlir. Qubadan sonra Bakıya getmək istəyir, amma yol üstü Sumqayıtda dayanır. Deməli, buradan Qubadan, bir saniyə, Qubadan Sumqayıta, Sumqayıtdan Bakıya, daha sonra Şamaxıya gedir və oradan da Şamaxıdan da Nuxaya, yəni Şəkiyə yol alır. Yəni bu istiqamətdə bir hərəkət edir. Növbəti sual. Bu mətndə 19-cu əsrdə Azərbaycan haqqında hansı məlumatları əldə etdiniz? Azərbaycanın öyrəndik ki, həmin dövrdə ipəyinin, şəkərinin, zəfəranın necə ticarətdə istifadə olunduğunu, atəşgahın varlığı haqqında məlumat aldıq, xalçaçılığın olduğunu, yəni bir çox məlumatları əldə etdik. Yəni mətndə də bu çox gözəl verilib. C variantına baxırıq. Şəklə və plana əsasən Dumanın Xurşudbanu Natəvanla görüşünü təsvir edərək mətnə müvafiq hissəsini genişləndirin. Deməli, nə idi? Burada Duma Xurşudbanu Natəvan və onun həyat yoldaşı Knyaz Xasay Usmiyevlə tanışlığı olur. Onlar arasında səmimi dostluq münasibətləri yaranır. Duma şairlə şahmat oynayır və məğlub olur. Bunu belə deyə bilərik ki, Bakıya gələndə Xurşudbanu Natəvanla tanış olurlar, ailəvi münasibətləri gözəl olur, həyat yoldaşı ilə tanış olur və onları qonaq olanda, Xurşudbanu Natəvangildə qonaq olanda şahmat oynayırlar birgə və çox yadda qalan bir formada yekunlaşır bu oyun. Duma məğlub olur. Amma münasibətləri təbii ki, yaxşı qalır, dostluq münasibətləri davam edir. Bax, bu tərzdə şərh edə bilərsiniz. Rəsmdəki hansı detal Duma və Natəvanın görüşünün Bakıda olduğunu göstərir. Burada pəncərədən Qız Qalası, içəri şəhər görsəndiyi üçün Bakıda olduğunu əmin ola bilərik. Mətndə istinad edərək səyahət xalqlar arasında mədəni əlaqələri inkişaf etdirir fikrini əsaslandırın. Bəli, doğrudur. Yəni, başqa ölkələrə səyahət edərək o ölkədəki adət-ənənəni, gözəl yeməkləri, geyimi və yaxud da hansısa bir mədəniyyəti öyrənib, gəlib öz ölkəndə danışmaq, xoş təəssüratları bölüşmək, getdiyin ölkədən razı qalarsansa, öz ölkəndə də onlar haqqında xoş məlumat verəndə artıq münasibət böyüyür, daha yaxşı olur. Ticarət əlaqələri, eynən mədəni əlaqələr inkişaf etmiş olur. Yəni, çox böyük rolu var səyahət etməyin. Siz Dumanın yerində olsaydınız, Böyük Kulinariya Lüğəti kitabında hansı Azərbaycan yeməyi haqqında məlumat verərdiniz? Seçiminizi izah edin. İstədiyiniz yeməyi yaza bilərsiniz. Mən olsam plovlardan danışardım. Plovlar haqqında, plovların növləri haqqında məlumat verərdim. Təbii ki, ən çox Fincan plovdan danışardım. Daha fərqli mənə görə, daha dadlıdır. Təbii ki, sizin seçiminiz istədiyiniz yemək ola bilər. Eynən burada da yazı hissəsində də Azərbaycanın milli yeməkləri haqqında araşdırma aparın. Həmin yeməyin reseptini və hazırlaması haqqında təlimat yazın. Aşağıda resept hissəsinə ilk öncə hansı tərzdə yazılmalısınız, onun izahını verir ki, ərzaqların siyahısı olmalıdır, yeməyin hazırlanma ardıcıllığı olmalıdır, bişirilmə müddəti, bunları yazacaqsınız. Misal üçün, səbzi qovurmanı yazırsınızsa, ərzaqları yazanda mal əti və ya qoyun əti yazılacaq, soğan, keşniş, şüyüd, ispanaq, yaşıl soğan, kərə yağı, bunlardan danışılacaq və hazırlanma ardıcıllığını yazacaqsınız ki, ət bişirilir, göyərtilər hazırlanır, xırda-xırda doğranılır, onlar bir yerdə bişirilir. Yəni, bu formada izah etdim, yazarsınız, zəhmət olmasa. Keçək testimizə. Fərqləndirilmiş sözlərin qrammatik mənasını müəyyənləşdirin. Birinci tapacaq bu sözlər hansı suala cavab verir, ikincisi hansı nitq hissəsi ilə bağlıdır.
Bu sözlə deməli birinci gecə yarısı güclü yağış başladı. Burada gecə yarısı nə zaman sualına cavab verir? Sualımız nə zamandır? Nitq hissəsi isə zərfdir. Bu hadisədən sonra çox dəyişmişdir. Nə qədər dəyişmişdir? Burada kəmiyyətini bildirir. Nitq hissəsi kimi də zərfdir. İndi aşağıdakı qaydada daha ətraflı izah edəcəm. Qonaqlar ev yiyəsi ilə salamlaşıb içəri keçdilər. İçəri burada yer bildirir və zərfdir. Çünki həm də fe'lə aid olduqları üçün. Babam gənclik illərini həsrətlə xatırlayırdı. Bu da tərzini bildirir. Yəni zərfdir nitq hissəsi kimi. Necə xatırlayırdı? Necə sualına cavab verir. Keçək zərfin məna növlərinə. Zərfin deməli zərf ümumiyyətlə cümlədə fe'lə aid olur. Müxtəlif cəhətdən onu izah edir və onun 4 məna növü var. Birinci tərz hərəkət zərfidir. Adından məlum olduğu kimi hərəkətin tərzini bildirir. Necə, nə cür sualına cavab verir. Cəld qaçmaq, həvəslə danışmaq. Gördüyünüz kimi bunlar hamısı fe'li izah edir. Burada şərt fe'lin birinci qarşısında gəlmək deyil. Bəzən ola bilər zərflə fe'l arasında söz olsun. Burada əsas şərt olunan hərəkəti bizə izah edir, tərzini bildirir. Yəni fe'llə bağlı olmalıdır. Zaman zərfləri isə icra olunan zamanı bildirir. Nə vaxt, nə zaman sualına cavab verir. Gec gəlmək, gec tez öyrənmək. Gördüyünüz kimi bu da fe'lə aiddir və fe'lin zamanını bizə izah edir. Yer zərfi isə həmin hərəkətin icra olunduğu yeri bildirir. Harada, haradan, haraya suallarına cavab verir. Kəmiyyət zərfi isə onun kəmiyyətini bildirir. Nə qədər sualına cavab verir. Misal üçün xeyli çalışmaq, azmaz çalışmaq və fe'lə aid olur. Keçək növbəti tapşırığa. Cümlələrdə zərfləri seçin. Aid olduğu fe'llə birlikdə yazın. Növünü müəyyən edin. Deməli, qrup üzvləri birlikdə divar qəzeti hazırladılar. Nə etdilər? Hazırladılar. Necə? Birlikdə. Görürsünüz, aid olduğu fe'l hazırladılardı. Birlikdə isə zərfdir və onun tərzini bildirir. Tərz hərəkət zərfidir və hərəkətin tərzini bildirir. Uşaqlar günorta çayın kənarına endilər. Nə etdilər? Endilər. Nə zaman? Günorta. Və bu burada zaman bildirir. Hərəkətin zamanını bildirir. O dediyi sözləri çoxdan unutmuşdu. Nə etmişdi? Unutmuşdu. Nə zaman? Çoxdan. Bu da zaman zərfidir yenə. Zamanını bildirir. İrəlidə onları bir neçə adam gözləyirdi. Nə edirdi? Gözləyirdi. Harada gözləyirdi? İrəlidə. Bu da yer bildirir. Bu il məhsuldarlıq 1-ə 5 artmışdı. Nə etmişdi? Artmışdı. 1-ə 5 isə miqdarını bildirir. Müvafiq zərfləri əlavə edərək növbəti testə baxırıq. Genişləndirin. Müəllim mövzunu izah etdi. Biz bura istədiyimiz bir tərz hərəkət zərfini yaza bilərik. Mən misal üçün deyirəm ki, tez-tez izah etdi. Yəni bu başqa tərzdə də tərzini bildirən bir zərf yaza bilərsiniz. Tez-tez izah etdi. Məktəbimizdə esse yazı müsabiqəsi keçiriləcək. Əgər zaman zərfi lazımsa buna sabah yaza bilərik. Sabah məktəbimizdə esse yazı müsabiqəsi keçiriləcək. Teymur kirşə ilə sürüşürdü. Biz buna yer zərfi əlavə etməliyik. Deyə bilərik ki, irəlidə Teymur kirşə ilə sürüşürdü. Dinləyicilərin şairin çıxışını alqışladılar. Dinləyicilər şairin çıxışını alqışladılar cümləsinə kəmiyyət zərfi əlavə etsək, deyə bilərik ki, dəfələrlə alqışladılar. Yəni dəfələrlə çıxış etdi durmadan və onu alqışladılar. Eynən siz özünüz də nümunə olaraq başqasını yaza bilərsiniz. Burada keçək 5-ciyə. Gözəl sözünün qrammatik mənasını müəyyən edin. Qarşımızda gözəl mənzərə açıldı. Burada gözəl sözü mənzərə isminin qarşısına gəldiyi üçün olur sifət. Çünki ismi izah edəndə olur sifət. Ancaq birdən gözəl ifadə fe'li bizə izah etsə, fe'lin mənasını açsa, o zaman olur zərf. Deməli, biz buradan bilirik ki, sifət ismə aid olur, zərf isə fe'lə aid olur.
Zərfin digər nitq hissələri ilə ortaq xüsusiyyətləri var. Həm zərf, həm də digər nitq hissəsi kimi işlənə bilir bəzi sözlər. Nümunələrə baxaq. Biz həyəcanla səhəri gözləyirdik. Nəyi gözləyirdik? Səhəri. Burada nitq hissəsi kimi isimdir. Yəni biz buna nə vaxt deyə bilmirik. Ancaq desək ki, səhər hava soyuq idi. Deyirik, nə vaxt hava soyuq idi? Əgər nə vaxt sualına cavab versə, o zaman da isim ola bilməz. Olur zərf. Demək ki, sözləri biz əsasən sual verməklə hansı nitq hissəsinə aid olduğunu tapa bilirik. Yaxşı iş üz ağardır deyəndə hansı iş burada sifətdir. Amma Lalə ingiliscə yaxşı danışırdı deyəndə isə yaxşı burada zərfdir. Çünki danışırdı feilinə aiddir. Yəni feilə aid olanda da dedik ki, zərf olur. Az adam tapılar ki, bunu bilməsən, burada da az saydır. Eyni ilə saylar da sifət kimi ismə aid olurlar. Sürəyyə həmişə az danışırdı, az danışmaq. Feilə aid olanda da olur zərf. Keçək. Fərqləndirilmiş sözlər hansı nitq hissəsidir? Gəlin baxaq. Gecə şəhərə çatdıq. Bu zaman bildirir, zaman məzmunludur. Nə zaman sualına cavab verir və nitq hissəsi kimi zərfdir. Yayda gecə gündüzdən qısa olur. Burada sual verəndə ki, nədən qısa olur? Bax, nə sualına cavab verirsə, nə hansı nitq hissəsidir? İsim. Nə zaman demədik ki, biz buna zərf deyək. Doğru cavabları seçib dəftərinizə yazın deyəndə, doğru burada ismi, baxın görürsünüz, cavab isminin qarşısında işlənir və ismə aid olub. O zaman olur doğru sifət. Hamıdan doğru danışmağı xahiş edirəm. Danışmaq bu bir hərəkət olduğu üçün feildir və feili bizə izah edən, feilə aid olan nitq hissəsi hansıdır? Zərf. Demək ki, burada doğru olur zərf. Bu məsələni həll etmək üçün xeyli düşündüm. Yenə də düşünmək feilinin qarşısında işlənib. Feilə aiddir, olur zərf. Teatr salonunda xeyli tamaşaçı var. Tamaşaçı isim olduğu üçün ismə aid olana biz nə dedik? Burada da saydı. Sifət demirik, təbii ki, saydı. Deməli, həm say, həm sifət ismə aid olur. Zərf isə bu mətndən onu anladıq ki, feilə aid olub izah edir. Və zərfin quruluşca növləri var. Sadə, düzəltmə, mürəkkəb olur. Sadələr irəli, səhər, aşağı, düzəltmə olanlarsa şəkilçi ilə, eksi şəkilçi ilə düzəlir. Dosyana, cəsarətlə, ucadan. Mürəkkəb zərflər isə iki sözün birləşməsindən yaranır. Üzbəüz, başdan başa bu tərzdə. Gəlin növbəti testə baxaq. Cümlələrdəki zərfləri seçib quruluşca növünü müəyyən edin. Seymur müəllim şagirdin uğurunu ürəkdən sevinirdi. Burada dan-dən şəkilçisini qəbul edib olub düzəltmə. Oxucular yazıçının yeni əsərlərini səbirsizliklə gözləyirdilər. Səbirsizliklə gördüyünüz kimi düzəltmədir. Şəkilçi ilə düzəlib səbir sözündən. Sabir baba astasla qalxırdı deyəndə astasla o mürəkkəb formada işlənib iki sözün birləşməsindən. Qapı birdən taybatay açıldı. Eyni ilə burada da taybatay açıldı. Mürəkkəb zərfdir. Alıcılar malları geri qaytarırdılar. Burada da geri sadə zərfdir. Keçirik C variantına. Aşağıdakı sözləri cümlələrdə müxtəlif nitq hissələri kimi işlədin. Deməli, aydın sözü biz onu həm sifət kimi işlədə bilərik, həm zərf kimi işlədə bilərik. Misal üçün, aydın səma deyəndə, aydın səmada quşlar uçurdu desək, burada bəli olur sifət, amma müəllim dərsi aydın izah etdi, burada olur zərf. Daha sonra çox sözü, çox kitab oxudum. Misal üçün, həftə sonu mən çox kitab oxudum. Burada say olur, amma mən bu lətifəyə çox güldüm deyiriksə, burada olur zərf. Səhər sözünü eyni ilə səhəri gözləyirdim deyiriksə, olur burada isim. Səhər quşların səsi ətrafı bürümüşdü deyəndə olur zərf. Bax, bu tərzdə işlədə bilərsə. Eyni ilə düz sözdə o düz danışır. Misal üçün, əgər feilə aid olursa, olur zərf. Düz cavabları dəftərə köçürdüm deyiriksə, olur sifət.